İslam Media TV təqdim edir. Güzel kendimiz, yurdum yuvam, ay aziz kendimiz, Azadabad'a güzel kendimiz, güzel olur sende yay kış bahar. Salam hörmətli tamaşaçılarımız, xoş gördük hər birinizi dəyərlərimiz verilişinin növbəti sayında. Beləliklə, bir müddətdən sonra verilişimiz yenə sizlərin xidmətindədir. Çünki biz söz vermişdik, Borçalı elinin kəndlərini, şəhərlərini çəkib, onların tarixini, milli mənəvi dəyərlərini, eləcə də tarixi və dini abidələrini çəkib sizlərə təqdim edəcəyik. Elə buna görə də biz bugün yenə sizlərin xidmətindəyik. Bugün biz Ağbulaq rayonunun Kosalar kəndindəyik və bugün biz Kosalar kəndinin bütün bayaq sadaladıqlarım nə varsa onları çəkib sizlərə təqdim edəcəyik. Beləliklə Kosalar kəndinə yol alırıq. Ne güzel okuyur, bəh, 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 ne güzel okuyur, kuşlar, kuşlar, ne güzel okuyur, bəh, 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 ne güzel okuyur, yaşıl elvan sarı çiçekleri, yaşıl elvan sarı çiçekleri, Dəyərli tamaşaçılarımız, biz hal-hazırda Kosalar kəndinin demək olar ki, girişində ən yüksək yerlərdən birindəyik. Buradan Kosalar kəndinin gözəl bir mənzərəsi müşahidə olunur. Dağların, belə deyək, ahəngdarlığınla bir yerdə, xüsusən kəndə də bir gözəllik verən bu kəndin yeni tikilən məscididir. Əziz tamaşaçılarımız, Kosalar kəndinə xüsusi gözəllik verən məscidə yol alaraq, orada məscidin axundu ilə görüşüb, axundla bir çox söhbətlərimiz olacaqdır. Odur ki, bizi izləməyi davam edin. Tamaşaçılarımız, biz hazırda Kosalar kənd məscidinin qarşısındayıq və birazdan elə bu gözəl bir məscidin içərisinə daxil olacaq və həm sizə çəkib təqdim edəcəyik, həm də elə bu məscidin axundunla görüşüb söhbətlər edəcəyik, həm məscidin haqqında və həm də bugün Kosalar kəndində ibadətlərin hansı vəziyyətdə olduğu barəsində. Tamaşaçılarımız, biz artıq gördüyünüz kimi Kosalar kənd məscidinin
içərisindəyik və hal-hazırda məscidin axundu Hacı Elşad qardaşımız da bizim yanımızdadır və inşallah bizim Hacı Elşad qardaşımızla söhbətlərimiz olacaq. Həm məscidin haqqında, həm bu kənddə bayaq qeyd etdiyimiz kimi ibadətlərlə bağlı, yəni bir çox ağanın özünün də inşallah əlavələri olacaq. Hacı ağa, xoş gördük sizi. Sağ ol. Bismillahirrahmanirrahim. Əvvəla xoş gəlibsiniz, səfa gətiribsiniz ki, çox təşəkkür edirəm. Gəlib bizləri də yad edibsiniz, bizləri unutmayıbsınız inşallah. Biz də hər zaman sizi qarşılamağa hazırıq. Çox sağ olun ağacan. İstəyərdik ağa, əvvəl sizin özünüz haqqında da biraz məlumatı olsun həm tamaşaçılarımızın ki, siz özünüz nə zamanla bu məsciddə xidmət edirsiniz, özünüz harda təhsil almısınız və özünüz elə bu kənddənsinizmi? Bizə biraz məlumat verin. Mən adım Elşad Musayev. 1998-ci ildən İmam Rıza mədrəsəsini bitirmişəm. İmam Rıza mədrəsində olmaq. Ondan sonra da bir neçə dəfələr ümumiyyətcə biraz olsun İranda bəzi kömək kimi belə müvəqqəti təhsillər almaqla əlaqədar olub və o gündən bu günə başlamışam təbliğatla məşğul olmağa. Ki mənim bu ümumiyyətcə bizim bu məsciddə sırf bu məsciddə bizim təbliğatımız, bu məsciddə bizim dini işlərimiz başlayıbdı 2008-ci illərdən. Hal-hazırda kənddə ümumiyyətlə vəziyyət necədir və əzan məsciddə vaxtında verilirmi? Namaz, cəmaət namazı burada bərqərar olurmu? Bəli, kəndimizdə hər gün gündə 3 dəfə olaraq sübh, zöhr və şam namazlarında hər gündə 3 dəfə olaraq hər gün azan davamlı olaraq verilir. Gündəlik günorta və axşam namazları, cəmaət namazları təşkil olunur hər gün və özümüzün də həftədə 2 gün dərslərimiz davam edir ki, çox şükür Allaha bir il ərzində, bir il, bir yarım olmaq şərti ilə ən azından bir 20 nəfər cavanımız namaza gəldilər. Namazda bu günlərdə artıq 20 nəfərə yaxın cavanımız namaz qılandılar. Çox gözəl. Biraz da istəyərdik bizə bu məscidin haqqında məlumat verərdiniz. Bizim Kosalar kəndində ümumiyyətlə bu məscidin başlanğıcı olubdur, 2007-ci ildə başlandı. 3 il davam çəkərək 2010-cu ildə bu məscid artıq fəaliyyətə başladı. 2010-cu ildən ki, bu məscid başladı ki, fəaliyyətə bir müddət dayandırıldı ki, dövlətin bir əsnasında ki, bu məscid hələlik ki, düzgün deyildi, bir şeylər, sənədləri düzgün olmadı şərtindən. Ta 2012-ci ildə tam sənədli şəkildə məscid hazır oldu və məscid öz fəaliyyətini davam edir. 2012-ci ildən burada ibadətlər və bir çox tədbirlər, İslam bayramları, tədbirləri təşkil tapır. Və bu məscidimizi bizim kəndimizdə çox gözəl insan olan Vaqif Məmişovdur ki, hal-hazırda Rusiya Federasiyasında yaşayır. Özü öz xərcinlə kimsənin köməyi olmadan, heç bir olmadan ki, 3 qardaşdılar. Vaqif Məmişov, Vasif Məmişov, Hasif Məmişovdur ki, hər üçü öz büdcəsindən bu məscidi tam şəkildə davam olaraq bitirdilər. Bizim bu məscidin ümumiyyətcə elə bil ki, başa gəlməsi pul tərəfindən ki, 3 milyon dollara başa gəldi bu məscid, tam şəkildə verildi bizlərin ixtiyarına və özündən bu məscidi tikdi, bütün Kosalar kəndinə hədiyyə elədi adam. Allah bütün əməyi olanlardan razı olsun inşallah. Və ümumiyyətlə bu kənddə hal-hazırda yəqin ki, evlənənlər, yeni evlənənlər var və bunlar kəbinə maraq necə, kəbin kəsdirirlərmi? Biz neçə illərdir təbliğatla məşğul olduğumuz sürəcə bu söhbətləri çox elədik, çox çalışdıq və şükürlər olsun, Allaha şükürlər olsun ki, son axır 2 ildə tamamən nə qədər toy eləyənlər, nə qədər evlənənlər var, hər biri kəbinsiz qalan bir insanımız, bir adamımız yoxdur. Ümumiyyətlə, adətən nədir ki, toy eləyirlər qız evindən, qızı oğlan evinə gətirəndə ilk öncə gəlib məsciddə kəbin kəsilir, ondan sonra oğlan gəlini öz evinə götürür. Hər bir insanın kəbin kəsdirmək özünə vacib bilir bizim kəndimizdə. Nə gözəl, nə gözəl. Biz bir şey də bilmək istəyərdik. Ümumiyyətlə, kənd cəmaatının, ağsaqqalların, yaşlıların məscidlə əlaqəsi necədir? Gəlib getmək, xüsusən burada məhərrəmlik məclisləri keçirilirmi və bunlarla bağlı bizə nəinki məhərrəmlik, təvəllüdlər, digər məclislər qurulurmu? Biraz da o haqda məlumat verək.
Ümumiyyətcə bizim bu kənddə, bu məsciddə hər bir təvəllüddür, bayramlardır, məhərrəmlikdir, başqa bir İslamın çox gözəl üstünə olan Ramazan bayramıdır, Qədirxan bayramıdır, Qurban bayramıdır. Biz əsasən bunların içindən Ramazandır, Qurban bayramıdır və məhərrəmlikdir ki, onu ümumi cəmaatla və istəyir qadınları, yaşlıları, cavanları hər birilə birlikdə keçiririk. Ancaq başqa ki bayramlar var, bizim məsumların təvəllüdüdür ki, bu bayramları biz öz məscid əhlindən cavan kadrlarımız ki var, ümumiyyətcə belə desək 99% cavan uşaqlardan, cavan oğlanlardan təşkil tapır. Ramazandır, məhərrəmlikdir və Qurban bayramıdır ki, bunu ümumiyyətcə bütün qocalı, cavanlı, qadınlı, kişili hər bir insan məscidə yığılar və məscidə iştirak edirlər. Çox gözəl. Ağacan, biz eşitdiyimizə görə sizin bu kənddə bu məsciddən öncə başqa bir məscid də olubdur. İstəyərdik ki, o məscid barəsində məlumat verəsiniz. Əgər bura yaxındırsa elə biz o məscidin yanına da gedə bilərik. Bəli, bizim çox yaxınımızdadır. Elə məscidin özünə gedib görsək daha gözəl olar. Çünki o bizim çox tarixi məscidimizdir. Onun barəsində danışsaq çox böyük söhbətlər olar. Çünki bizim hörmətli, onu tikdirən insanın özü şəhiddir. Qanuni olaraq, İslam qanunu olaraq şəhadət məqamına çatmış insanlardandır ki, çox şərəfli insandır. İnşallah ki, gedərik o məsciddə onun barəsində biraz da olsa məlumat verərdik ki, kim olub, necə tikilib və tarixi hansı illərə dayanır, o barədə biraz söhbətimiz olardı. O zaman biz ya Allah eləyək, yollanaq o məscidə. Tamaşaçılarımız, biz bayaqda qeyd elədiyimiz kimi bu kənddə o yeni məsciddən qabaq məscid olubdur və hal-hazırda bu qədim köhnə məscidin yanındayıq. İnşallah Axund ağa bizə bu məscidin tarixi ilə bağlı məlumat verəcək. Ağacan, istəyərdik elə əvvəlcə bu məscidin tarixi ilə bağlı verəsiniz ki, neçənci ildə tikilib, kim tərəfindən tikilib, yəni bunları bizim tamaşaçıların diqqətinə. Ya Allah, ya Bismillahirrahmanirrahim. Bizim bu məscidimiz çox tarixi məscidlərdən hesab edilir. Ümumiyyətcə ilinə ilk növbədə ilini desək, bizim miladi ilindən 1912-ci ildə və hicri ilindən 1324-cü ildə, varsa bu illərdə tikilibdir. Bu məscidin əsasən tikilişində iştirak edənlər bizim kənddən 3 dənə məşədlər olub ki, Ay Məşədi Vəli, Məşədi Əli və Məşədi Rıza. Bunlar üçü birlikdə birləşərək, üçü özlərindən, öz şəxsi büdcələrindən qoyaraq bu məscidi ərsəyə gətiriblər. Dediyim bu üç məşədin şəxsi hesabına məscid bərqərar olunub ki, məscid çox gözəl. Həmin zamanlarda bizim kənddə doğrudan da Quran oxuyanlar, İslamı dəqiq tutanlar, məhərrəmlikdə çox ciddi iştirak edənlərimiz olubdur. Və dediyim üç məşəddən ki, biri var Məşədi Vəli. Məşədi Vəli Sovet hökumətinin vaxtında aparılaraq tam İslam yolunda doğrudan elmli və bilikli olduğuna görə İslam yolunda şəhid olanlarımızdan olub ki, bizim kəndin həqiqi şəhidlərindəndir ki, İslam yolunda tam öz canından, malından, hər bir şeylə keçərək canını qurban verib İslam yolunda. Yəni onu sürgün ediblər. Yəni onu 2 dəfə tutub aparıb tapşırıq veriblər ki, bu işdən əl çəkinən, bu işdə durma, məsciddən uzaqlaşın. Yenə ona baxmayaraq, yenə ki, məsciddən çıxmayıb. Yəni məsciddə Quran dərsinə, təbliğatına, məhərrəmliklə əlaqədar olan tədbirlərə hamısında iştirak edib və 3-cü dəfə onu tutub aparanda tamamilə yox ediblər. Harda daji məzarı, harda dəfn olunub, ondan belə xəbərimiz yoxdur ki, onu tamamilə ölüsünü belə kəndə qaytarmayıblar ki, bunun ölüsü hara kənddə bir yerə dəfn olunsa yerini ziyarətgah kimi bir şey eləyərlər, ona görə verməyiblər və bugün hal-hazırda nə yazıqlar olsun ki, onun nə qəbrindən xəbərimiz var, nə də hardadır bilmirik. Amma insan tam İslam yolunda şəhadətə çatıb.
Ona rəhmət eləsin. Onun məqamı inşallah Allah yanında ucadır. Biraz bu məsciddə ümumiyyətlə indi fəaliyyət varmı, yoxsa artıq yeni məscid olduğu üçün fəaliyyət oradan mı? Bu məscid ümumiyyətlə gördüyünüz kimi təmirə başlamışıq, təmir gedir, bir çox şeylər təzə bizim tarixi əsər olduğumuz üçün ki bunu təmir edirik. İnşallah biz bu məsciddə az da olsa tədbirlərdən çalışırıq ki, bu məscidə salaq ki, məscid unudulmasın, davamlı olsun, məscid həmişə məscid kimi fəaliyyətdə olsun və inşallah bizim təmirlərimiz başa çatandan sonra yenə də bir çox tədbirlər və bayramlardır ki, bizim məsumların təvəllüdləridir ki, bu günlərdə bunları biraz salırıq ki, məscidimiz həmişə məscid adı olaraq tanınsın və Kosalar kənd məscidi olaraq adını daşıyır bu günlərdə. Çox sağ olun Hacı abi, sizə təşəkkür edirəm. Sağ olun. Hoş geldiniz, yenə çox təşəkkür edirəm. Allah sizdən müvəffəq eləsin. Əziz tamaşaçılarımız, biz hal-hazırda Kosalar kəndindəyik və Kosalar kəndinin ortalıq deyilən, yəni kəndin əsas mərkəzindən sayılan yerlərdən birindəyik. Hal-hazırda bizim gördüyünüz kimi bu kəndin ağsaqqalları məhz bu kəndin həmin bu mərkəzi sayılan ortalıq dedikləri ərazidə oturublar. Kəndin belə deyək, gedişatından söhbət edirlər və biz də indi yaxınlaşacağıq görə ağsaqqallara görək kənddə vəziyyət nədir. Elə yaxınlaşdıq ki, görək ağsaqqal atalarımız nə deyirlər. Elə ilk söhbətimizdən gördüm ki, gəncliyin həsrətini çəkirlər. Hal-əhval tutanda bizə, neyniyək, qocalmışıq və bizə də cavanlığımızın qədrini bilməyi tövsiyə etdilər. Sonra ağsaqqal Kosalar sakinləri ilə biraz Kosalar haqqında söhbət etdik. Hörmətli tamaşaçılarımız, biz hal-hazırda Kosalar kəndinin belə deyək, ortalıq deyilən ərazisindəyik və burada bizim yanımızda kəndin dəyərli ağsaqqalları əyləşib və biz birazdan inşallah ağsaqqalları tanıdıqdan sonra bu ağsaqqallarla biraz, yəni onlara da gəlib çatdığı qədər kəndin tarixi barəsində söhbət eləyəcəyik. Əvvəlcə hər birinizi xoş gördük. Sağ ol, sağ ol. Əvvəlcə istəyərdik özünüzü təqdim edəsiniz. Mən Qasanov Məhəmməd-Əli Şəmiloğlu. 29-cu ildə anadan olmuşam Kosalarda. Bəli, siz indi istəyirsiniz köhnə... Bəli, yəni bildiyiniz qədər bu kəndin tarixi barəsində biraz söhbət eləyərdik. İstər yəni kəndin adı, hətta əgər bilirsinizsə bu nəyə görə elə Kosalar adlanıb, həm bu baxımdan, həm də başqa bildiyiniz tarixi hadisələrdən bizə danışardınız. Valla Kosaların biz belə eşitmişik. Buradakı Daşdurlar kəndi var. Kosalar qabaqca oraya düşüblər. Orada hancər olub yola getməyiblər. Sonra Zızğarın aşağı o Qarabulaq deyilən kəndin ayağına oraya düşüblər. Orada da gənə yola getməyiblər. Axırı gəlib burayı seçiblər. Kosalar kəndini burada yaşayıblar. Bunlar qoca kişilərin özləri bizə verdiyi məlumat, söylədikləridir. Bəli. İndi qaydaq erməni üstə. Ermənilərin o zaman bizim qara ağsaqqallar belə söylüyordu ki, bir gün kəndin içine tanımadıkları adamlar gəlib, 2-3 dənə attı. Sən demə, bunlar erməniymişlər. Bunların bazası da bu yaxınımızdakı bizim öz rayonumuz Dürnük kəndindeymiş bunların bazaları. Buradan belə məsləhət bunlar görürlər söz aralarında. Bu cəmaatı Qarağaçlı deyilən bir öyün böyük alt öyünə doldurarlar Sabire'nin adına. Burada xalqı məhv eləyərlər. Sonra biri kəndin içində gəzməkdə bizim Kosalardan bir adam o zaman başmaq deyirlər. Bu əynində gedirmiş, çalışır ki bunun əlindən ala. Oydu ki onlar bilir ki bunlar oğrudular. Oydu ki bunlar ki biləndən sonra bunlar başlayırlar qaçmağa.
bizim Kosalar kəndində kilsə var. Kilsənin yanından qəbristanlığın döşündə qaçan erməni ağsaqqalların belə deməyinə görə atıcı adam Musayev Hasan atıb özdə dev erməniyə dev tavlaş elə orada da vurubdu. Onunla da qaçdılar. 2 dənə vurulubdu o günü. Aparıb Göykalafa deyilən yerə tullamışdılar. Sonundan gəlib o dürnütəki adamlar gəlib xahişlə, yalvarma ilə o meyitləri buradan aparıblar. Yəni onların məqsədi bu kənd cəmaatının bir hissəsini qətlə yetirmək olur. Bəli, məhv eləmək istəyirmiş də. Ondan sonra kəndi talayacaq. Hə. Bax, belə olub. Adınız, soyadınız orada. Adım Həmidov Xazəyin Bayramoğlu. İstəyərdiyəmi bizə bu kəndin belə deyək, əhalisinin sayı, nə qədər ev var, biraz bu haqda bildiyiniz qədərilə məlumat verəsiniz. Bizim deməli Kosalar kəndində hal-hazırda pusat var. 740 nəfər əhali yaşayır pusat hal-hazırda. 180 ailə burada hal-hazırda yaşayır. Qaldı bizim kənd böyük kənddir. Cəmaatımız pusat buradadır. Rusiyada, Bakıda, Ukraynada yaşayanlarımız çoxdur. Əhalinin əsas məşğuliyyəti nədən ibarətdir? Əhalinin əsas məşğuliyyəti elə mal-qara, kəndçilik mal-qara ilə məşğuldur. Mən sizə təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdarlığımızı bildiririk. Bax belə əziz tamaşaçılarımız, dəyərli ziyalılarla söhbətdən sonra Kosalar toponimi haqqında bir neçə faktı xatırlatmaq istəyirəm. Qeyd edək ki, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədovun araşdırmalarına əsasən Kosalar toponiminə bir çox yerdə rast gəlmək olar. Mərkəzi Asiyadan başlayaraq İraq və Türkiyə ərazisinə qədər bu toponimlər mövcuddur. Lakin ilk dəfə bu adın Çin tayfalarında çəkildiyi də vurğulanır. Professorun araşdırmasında o da qeyd olunur ki, xalqların böyük köçü zamanı Kosalar adı Qacarlar tayfasının içində də çəkilibdir. Qeyd edək ki, təkcə ölkəmizin 3 rayonunda Kosalar adında kəndlər mövcuddur. Onlar Marniyol rayonu 1-ci və 2-ci Kosalı, Qarayazı Qardabani rayonunda və Ağbulaq indi haqqında danışdığımız Kosalar kəndi. Əziz tamaşaçılarımız, Kosalar kəndinin səfalı mənzərəsini seyr edərək bu kənddə gəzintimizi davam etdiririk. Əziz tamaşaçılarımız, biz Kosalar kəndinin ətrafında olan gözəl bir bulağın yanındayıq. Sərin sulu bir bulaq var. Biz də dedik elə gəlmişkən bu bulaqdan da bir su içək. Ondan sonra yenə yolumuzu bax bu gözəl kənddə, bu gözəl yerdə çəkilişlərimizi davam elətdirək. Xıramın qoynunda tərlana bənzər, bir dünya yaratdın məndə Kosalar. Adsanın dillərdə gəzib dolanır, dönübsən ən gözəl kəndə Kosalar. Qaçaqlar yurt salıb meydan oxuyub, qadınlar əl-əlvan xalça toxuyub, yaz vaxtı çöllərin cənnət qoxuyub, nağıla bənzərsən cənnət Kosalar.
Dəyərli tamaşaçılarımız, biz Kosalar kəndinin növbəti bulaqlarından birinin yanındayıq. Dərə bulağı adlanır bu bulaq. Bu bulağın qədim tarixə malikdir. Yəni çox bəzi deyilənlərə görə bu bulağın yaşını bizə dedilər, amma üstündə biz bir yazı gördük ki, bu yazı ərəb əlifbasından 1310-cu il yazılıb. Hər halda bu da hicri tarixi ilə qeyd olunmuş olar elə qanunam. Biz elə hesabladıq ki, 120 ildən artıq bu bulağın yaşı var. Bu bulaq deyilənə görə Məşədi Vəli, bu kənd sakini olan Məşədi Vəli həm xeyriyyətçi, həm bu kənddə din üçün çox xidmətləri olan və sonunda da onu ki sürgün ediblər və o din yolunda, Allah yolunda şəhid sayılır. Və o şəxs Məşədi Vəli ki bu bulağı burada saldırıb insanların xidmətinə verib və bu gün də buradan insanlar yenə istifadə edirlər. Mən onu da qeyd etmək istəyirəm ki, bu bulağın ətrafı əvvəllər çox böyük bir meşəlik olub, bu ərazilər bütün meşəlik olub. Lakin hazırda çox az meşəlikdən ağaçlar qalıb, amma əvvəlində bura insanlar çox çətinliklə gəlib gedərlərmiş. O insan isə bura yol çəkdirib və sonra bu bulağı burada bərqərar edir. Biz də bu bulağın suyundan dadaq və yolumuza davam elətdirək. Dəyərli tamaşaçılarımız, bu kənd bir çox özəlliyi ilə seçilir. Bunlardan ən əsası da bu kənddə yaradılan bir çox şəraitlərin olmasıdır. Kəndin evlatları olan Vaqif, Asif və Vasif Məmişov qardaşları demək olar ki, çox xeyriyyə işləri görüblər. Kənd orta məktəbinin əsasını təmir edərək həmin kəndin körpə balaları üçün istifadələrinə verib. Kənd sakinlərinin istirahəti üçün tikilən bir neçə yerlər, eyni zamanda kəndin xeyir işləri üçün böyük bir məkan və ən əsası möhtəşəm məscid. Allah bu cür insanların heç şübhəsiz əcrini verəcək inşallah. Əziz tamaşaçılarımız, Kosalar kəndində bizim çəkilişimiz davam edir və biz bu kəndə gəldik. Biz demək olar ki, bir çox insanlar da bu şəxsi tanıyır. O şəxs ki, biz hal-hazırda onun evinin qabağındayıq. Bu, dünya şöhrətli demək olar. Guinness Rekordlar kitabına düşmüş Maqnit adam Etibar Budaqlıdır. Biz hal-hazırda onun evinə daxil olacaq və onun özünü bilirəm, siz tanıyırsınızsa yenə də tanımayan tamaşaçılarımıza təqdim edəcəyik və onun uğurlarından biraz söhbət edəcəyik. Dəyərli tamaşaçılarımız, az öncə də qeyd elədiyimiz kimi artıq biz Kosalar kəndinin tanınmış bir şəxsinin evindəyik. Hər kəs bunu demək olar ki, Maqnit adam kimi tanıyır və biz də bu şəxsin, yəni Etibar Elçiyev Budaqlının evindəyik. Əvvəlcə inşallah onun özünü tanıyaq və sonra nailiyyətlərindən, uğurlarından da danışarıq. Xoş gördük, xoş gəlibsiz, safa gətiribsiz. Allah sizdən razı olsun. Mənim də qəlbimdən keçən bir proqramla, bir gözəl bir işlə siz məşğul olursunuz. Borçalının kəndlərini, Borçalının deməli ziyalılarını, onların kəndlərimizdə olan uğur qazanmış insanları, dəyərli insanları, yəni bütün dünyada tanıdırsınız. İnternet vasitəsilə dünyanın hər yerindən izləmək olar, dəyərlər verilişidir sizin. Çox dəyərli bir iş görürsünüz. Allah sizdən razı olsun ki, əziyyət çəkib bizim Kosalar kəndinə də gəlibsiniz. Çox sağ olun. Siz sağ olun müəllim. Əvvəlcə biraz özünüzdən danışardınız. Yəni Kosalarda doğulubsuz, boya başa çatıbsız və harda oxumusunuz? Biraz belə bir məlumat verərdiniz.
72-ci ildə Kosalar kəndində anadan olmuşam, Ağbulaq rayonunun. Sonra gənclik illərində Bakıya getdim. Yəni orada davam elədim. İdmanla əsas məşğul oldum. Yəni öz bacarığımı idmanda göstərdim. Güləş üzrə uğurlarım oldu. Sonra əlbayağa döyüş növlərini mənimsədim. Və Gürcüstanda da tələbələrim oldu. Yəni uğurlar qazandım bu sahədə. Və Kosalar kəndində elə o vaxtdan tələbələrim vardı və tələbələrimin də uğurları oldu. Və son zamanlar deməli artıq 2011-ci ildən dünyada maqnit insan kimi tanındım. Və bu tanıtımla da kəndimi deməli daha çox tanıtmağa başladım. Yəni indi Kosalar etibar kimi məsələn tanındım. Çünki adi bir kəmər hazırladım. Kəmərin üstündə Kosalar yazılmışdı. Bu saatda o kəmərlə çıxışlarım olur. Mənim bildiyimiz kimi siz bioenerji deyilən bir şey var sizin canınızda və dünyada da elə ən çox bununla tanınıbsınız və rekordlar kitabına düşmüsünüz. Sizdən başqa bu kitaba, bu bioenerji ilə düşən varmı? Rekordlar kitabında maqnit insan kimi Arlon Kes məndən öncə yeniyetmə düşmüşdü. Ondan sonra artıq 2011-ci ilin sonundan mən rekordlar vurub artıq 18-ə çatdırmışam. Özümün düşündüyüm nömrələrdir. Yəni bu günə kimi mənim rekordumu yeniləyən yoxdur. Öz rekordumda qalmışam belə. Əsas da ki mənim işim müalicədir, bioenerjimi təsdiq edirəm. Yəni bu dünyada bu çıxışlarımla canımdakı enerjini təsdiq edirəm. Çox yerlərdən insanlar şəfa üçün təşrif buyurulandan dolu. Bu günlərdə kəndimizə Amerikanın Georgian ştatında professor Paul adında bir artıq biz dostlaşmışıq. O gəldi bizim kəndimizə. Discover bütün dillərdə göstərdiyinə görə Kosalar kəndindən çox maraqlanıb. Mənim müalicə metodumdan çox maraqlanıb. Artıq bir dəfə yox, artıq 4-cü dəfə dalbadal, yəni bu proseslərə gəlir, müalicəyə gəlir. Azərbaycanın özündən gələnlər var. Dünyanın başqa ölkələrindən gələnlər var. Uğurlarımız var. İnşallah bu ayrıca bir mövzudur. İnşallah. Yəni qısa üstündən keçərik. Bədəninizdə olan o bioenerji ilə insanlara şəfa vermək qabiliyyəti də sizdə var, eləmi? Bəli, mənim əsas yenə deyirəm, bu rekordlardan çox mənim marağım insanlara Allah Taala'nın bizlərə verdiyi enerji ilə müalicə məsələsidir. Bunu bir qısa aydınlıq gətirmək istəyirəm ki, hər bir insanda bioenerji var və hər bir insan başqasına kömək də edə bilər. Özünə də kömək edə bilər, başqasına da edə bilər. Bu məsələdə, yəni ki, mən artıq demək olar ki, 18 ildir məşğul oluram. 18 ildə yüzlərlə insanla çalışmışam, yəni uğurlarımız var. Və inşallah geniş şəkildə bu məsələni tanımağına çalışacağam. Aydınlıq gətirmək istəyirəm ki, hər bir insan başqasına öz enerjisini ötürə bilər və başqa bir insanın da şəfasına kömək ola bilər. Biz baxırıq ki, adi bir insan başı ağrıyır, əlini həmən başına qoyur, yaxud daxili orqanlarda bir yerində bir ağrı var, əlini qoyur üstünə, ondan sonra rahatlıq olur. Rahatlıq olur. Amma bunun üzərində heç kim nədənsə dayanmır. Mən yəni bunu təsdiq etməyə hazıram ki, Allah Taala insanı elə yaradıb ki, insan özünün şəxsi çox ağrılarını müalicə edə bilər, əlinlə, iynəsiz, dərmansız. Nəinki özünü və başqalarını da kömək edə bilər. Yəni mən bu məsələ ilə bütün ömrümü demək olar ki, artıq bu gənclikdən bu işə bağlamışam. 18 ildir artıq bu işlə məşğulam və bu işdə də yeniliklər gətirməyə və müalicə oluna bilməyən çox insanların şəfasında, yəni özümün dəstxətimi qoymaq istəyirəm. Yəni budur mənim əsas marağım. Biz də sizə uğurlar arzulayırıq. İnşallah böyük nailiyyətləriniz olar. Biz də görüb bir Borçalı elinin vətəndaşları kimi, sakinləri kimi sevinərik. Təşəkkür edirik. Evinizdə bizi qonaq elədiniz, dəyərlərimiz verilişini qonaq elədiniz. Çox sağ olun. Allah sizdən razı olsun. Sağ olun.
tamaşaçılarımız, biz Kosalar kəndindəyik yenə və çəkilişimiz bu kənddə davam edir. Hal-hazırda biz bir nəfərin yenə qonağıyıq ki, İsrafil müəllim bu kəndin ziyalı insanlarından biri. Daim kənddə əlindən gəldiyi qədər gözəl işlərdə, kəndin belə deyək, xeyriyyə işlərində də həmişə can atıb və işlər görübdür. O cümlədən burada bir qərib Seyid olub ki, o Seyid burada yaşayıb, sonra dünyasını dəyişəndən sonra yəni onun üzərində daş olmayıb və onun qəbrinin üstünün düzəlməsində də onun xidmətləri olub. Onları da inşallah özünün dilindən eşidərik nəzər olub. Əvvəlcə xoş gördük sizi. Sağ olun, xoş vaxtınız olsun, xoş gəlibsiniz. Çox sağ olun. Bizim kənddə bir nəfər Seyid gəlibdi, o vaxtı qalayçı var idi, qalayçı olurdu. O qalayçı olan vaxtı onun burada bir sahibsiz bir adam olurdu. Sonra bir vaxt keçəndən sonra Seyid vəfat eləyir. Seyid vəfat eləyəndə aparırlar bunu məzədiyə, orada dəfn eləyirlər. Onun üzərində mənim atam qavaqlardan balaca bir ağdaş qoymuşdu ki, burada bilinsin ki, bu Seyidin qavrıdır. Sonra biz mənim qonşum Bəhmənlə beraber sexdə işləyən vaxtı Bəhmənə dedim ki, gəlin bu kişi burada yaşayıb, düzdə Seyid olursun. Gətirin başdaşı, düzəldək var. Elə də sağ olsun. Bəhmən də bana köyünlədi, mən də Bəhmənə kömək elədim. Apardıq onun başının üstünə bir yadigar bir daş qoyduq. İndi də ziyarət, orada ziyarət yeridir. Bizim cəmaat gedir, orada ziyarət edir. Ona görə o daşı biz qoyduq ki, bunun izi itməsin, bilsinlər ki, burada Seyid yaşayır. Çox sağ olun ki, bu işi görübsünüz. Hər ikiniz, Allah hər ikinizdən razı olsun. Təşəkkürümüzü bildiririk. Çox sağ olun, bizi evimizdə qonaq elədiniz, minnətdarım. Sağ olun, Allah ömür versin. Çox sağ olun. Bəli, Kosalar kəndinin zənginliyini sizlərə təqdim etməkdə davam edirik. Nənələrimizdən süzülüb gələn və qədim bir mədəniyyətə çevrilən xalçaçılıq mədəniyyəti Kosalar kəndində çox qədimdən bu yana mövcuddur. Al-əlvan toxunan xalçalar haqqında və onun sirləri barəsində növbəti müsahibimiz özü danışacaq. Değerli tamaşaçılarımız, bizim Kosalar kəndində gəzintimiz davam edirdi və orada bizə qeyd etdilər ki, bu kənddə gözəl bir xalça ustası var və Navat müəllimə neçə illərdir gözəl xalçalar toxuyur və onun da Marnioli çay evində belə deyək, gənclərimizə öz gözəl sənətini gənclərimizə öyrətdiyinə görə, burada çalışdığına görə biz Marnioli çay evinə gəldik. Elə burada istədik onunla həm söhbət olaq. Navat müəllimə, xoş gördük sizi. Çox sağ olun, xoş gəldiniz. İstəyərdik əvvəlcə biraz özünüz haqqında məlumat verərsiniz. Siz özünüz bildiyi Kosalar kəndindəsiniz və harda bunu öyrənmisiniz, nə vaxtdan və bu fəaliyyətlə məşğulsunuz? Kosalar kəndində biz gözümüzü açdıq ki, hər bir ailədə, hər bir evdə bu xalçaçılıq sənətindən məşğuldur bizim nənələrimiz, analarımız, xalalarımız. Biz elə gözümüzü açandan bu xalçaçılıq sənətini gördük, elə onunla məşğul olduq. İndi də ki, göz qabağındadır, yəni həmin xalçaçılıq sənətini davam etdiririk. Hazırda bax, uşaqları öyrədirik, sağ olsunlar, bu uşaqlar da yaxşı tez qavradılar, tez götdülər. Bu xalçaların, gördüyümüz xalçaların hamısını bizim bax, burada uşaqların əl işləridir, əl-əmək. Yəni siz özünüz heç bir müəllim yanına getməyibsiniz? Yox, bizim bu xalçaçılıq sənəti demirəm, elə bizim Kosalar kəndində də, nə bunun deyim ki, belə desək, məktəbi var, nə bunun bir özgədəni var, elə hamı bir-birindən davam eləyə gedib bu sənəti. Elə pis də alınmayıb. Bizim kəndin qadınları
evdə öz gözəl, bax bu gözəl xalçaçılıq sənətindən özlərinin ailələrinə maddi tərəfdən çox kömək olublar. Ümumiyyətlə siz özünüz burada bu mərkəzdə, Gənclər Mərkəzi çay evində burada neçə ilə yaxındır ki, artıq fəaliyyət göstərirsiniz? 3 ildir burada biz fəaliyyət göstəririk. Nə qədər tələbələriniz təxmini nə qədər olub? Bax, deyim, ayda heç olmasa bir ay ərzində bu uşaqların 21, 25, 20-dən aşağı olmayıb. 18, 17, o da bax siyahımız əlinizdə idi, bayaq gördünüz. Birinci simen gələn uşaqlarımız var, ikinci simen bax bu uşaqlardır, hələ gəlməyənlər də var. Dərslərinlə belə bir qrupya düşənlər var, bir saata düşənlər var, geçkənlər var, indi bəlkə birazdan gələnlər var. Belə həvəsi olanlar gəlir, tez də qavrayırlar, tez də götürürlər. Xalçaçılıq sənəti gözəl sənətdir. Burada xüsusən hansı bölgənin xalçaları toxunur? Biz bilirik ki, Qarabağ xalçası var, Borçalı xalçası var, Qazax. Bax, o Qarabağ xalçasıdır, deyim, Ləmbəli xalçası toxunur, Qarabağdır, Gəncədir, Qazax Borçalıdır, Qaraçöpdür. Bir çox belə adda xalçalarımız burada bizim bax, bunu təhvil vermiş. Bu xalçaları təbii ki, toxunandan sonra yəqin ki, bu mərkəzin özünün nəzdində qalır, yoxsa harasa sərgilərə ümumiyyətlə çıxardırsınız? Sərgilərə çıxardırıq, bəli. Keçən il Bolnisi rayonunda oldu sərgimiz. Bir neçə dəfə özümüzün burada oldu, Marneuli rayonunda, Tiflisdə oldu, Axundovda. Bir çox bölgələrə çıxmışıq. Bəlkə indən belə yenə də fikrimiz var, haradasa sərgi eləmək. Hələ ki, başqa ölkələrə mi deyək, başqa yerlərə, sərgilərə dəvət olmayıb. İndi elə xarici ölkələrə olmayıb. Ancaq Tiflisin özündə oldu, demirəm, Bolnisdə, bu rayonlarımızda oldu. Buranın özündə bir neçə dəfə burada həyatda oldu, rayonun aşağı rayonun içində oldu. Bayramlarda? Bayramlarda, bəli, bax, Novruz bayramlarında ikildi. Burada da oldu, bu bayramda da aşağıda rayonun içində yaxşı xalçalarımızın nümayiş oldu sərgisi. Bəyənildi, dəyər verdilər, sağ olsunlar. İlham Əliyevin özü burada gördü, nətər uşaqlar çalışırlar xalçaçılıq sənətində. Təxmini, bax, məsələ, belə gördüyümüz bu cür xalçanın biri nə qədər vaxta başa gəlir? Xalçaçılıq sənəti vaxt tələb edən sənətdir. Var ki, sabah saat 9-dan o səhərdən, axşam saat 7-yə qədər bunun üstündə o toxu. Əlbəttə ki, tez başa gələcək. Var gündə gəl 3 saat, 2 saat, 4 saat. İndi biz saat 11-dən, saat 10-dan çalışırıq birinci qrupa uşaqlarla saat 12-yə qədər. Saat 12-dən sonra bu uşaqlarla saat 4-ə qədər dərsimiz davam eləyir. Əgər çox oturarsan, çox vaxtını buna sərf eləyərsən, əlbəttə ki, tez qutarar. Yox, indi bir gün toxu, bir gün toxuma, onda da ki, gec başa gəlir. Xalçaçılıq sənəti çox diqqəti tələb edən sənətdir. Diqqətli olmaq lazımdır. Yəni, çox üstündə oturarsan, çox işin irəli gedər. Oturmazsan da elə durar, elə də gözləyər. Normal bir şəkildə çalışarsansa, təxmini 15-20 günə bir xalçayı bitirmək olar mı? Bir aya çox böyük xalçaları yox, deyək bunları. 2 nəfərlə normal bir vaxtda bir aya. Ancaq var bizim xalçalar kosalarda toxuyuruq 2 metrə enində, 3 metrə uzunluğunda. Onu hardan bir aya toxuyacağıq? 2 ay, 3 ay onun üstündə diqqətlə çalışırıq ki, üzərə bir fərri mal çıxardıq. Doğrudan da böyük zəhmət tələb eləyir, çox da vaxt tələb eləyir. Çox xalçaçılıq sənəti, çox incə sənətdir, çox tələbkar sənətdir ki, qüvvə tələb eləyən sənətdir. Siz özünüz, biz bilirik, kosalarla bu Marneol bizim mərkəzimiz, rayon mərkəzi sayılır. Bir xeyli məsafə var. Yəni, buranı həftənin neçə gün gedib gəlirsiniz? 3 günlü. Həftənin 3 günlü, 1, 3, 5 gedib gəlirəm. Çətin də olsa, mən öz sənətimi çox sevmişəm. Hətta mənim elə bil ki, bu axır vaxtları yaddan çıxmış sənət olmuşdu, xalçaçılıq sənəti. Unudulmuşdu, yaddan çıxmışdı. Mən öz təşəkkürümü bildirirəm ki, Mehriban Əliyevanın köməyi ilə bax, bu xalçaçılıq sənəti yenidən dirçəldi. Dizə çökmüş bir sənət yenidən dirçəldi, yenidən bərpa olundu. Heç olmasa gələcək nəsil tanıdı, bildi ki, keçmişdə bizim qadınlarımız, nənələrimiz bax, bu sənətlə, öz əl işlərinə, özləri, öz ailələrinə kömək olurlar.
xalçanın qurulması prosesidir. Bu ərişlərlə buna əriş deyirik də biz. Yəni ki, xalça bunun üstündə qurulur. Xalçacılıq sənəti elə bir oxşar var ki, riyaziyyat elmlə. Bunu santılarla, millilərlə eləməsək, bunlar düz gəlmirlər. Bunların hər birinin arasında elə bir millimetr, bir saat, bir yarım millimetr aralarında məsafəsi olur ki, ilmələr bir-birini tutsun. İlmələr bir-birinin yanında nə hündür olmasın, nə alçaq olmasın. Ona görə də biz bunu ölçürük, ölçü ilə təyin edirik ki, neçə santiyə nə qədər qoymalıyıq. Dəyərli tamaşaçılarımız, biz artıq gördünüz ki, gəvənin ilk prosesi, toxunması xalçanın nə cür baş verir və bizə ətraflı Nabat müəllimə belə deyək, məlumat verdi. Biz şeydə maraqlanmaq istəyirik ki, bu xalçaların saplarına rənglər nə cür verilir? Bunları da qoy özü bizə yenə izah eləsin. Xalçalarımız ən çox təbii boyalardan deməli, bayaq dediyim ki, o vaxtdakı təbii boyalarımız artıq yaddan çıxıb getmişdir. Bəlkə bu təbii boyaları almaq üçün mən nə qədər keçmiş, bax 100 yaşında nənələrimizdən öyrənmişəm ki, bax bu rəngi nə təri eləmək, alındırmaq olar, qırmızı nə təri alındırmaq. Onlardan aldığım məlumatlarla da lap çox gözəl də yaxşı rənglər almışam. Qırmızıyı biz yerin altında olan kök deyirik, boya deyirdilər də ona. Ondan yığırıq. Sonra bunu quruduruq, yuyuruq, quruduruq. Bunu dərməndə üydülür. Sonra başlayıram, bunu mən o qırmızıyı ondan, o rəngdən almışam. Qara rəngini narın gəzəlindən, pasla həlim deyirlər, onunla elə bil iki prosesin bir yerdə getməyi nəticəsində qaranı mən alıram. Sonra qaldı yaşıl. Yaşılı sarı ağac deyirik. Bax, o sarı var, o sarı rəngi sarı ağac var. O da bizim xramın çöldə var, xramda. O sarı ağacı oradan gətirdirəm. Onu da doğrayırıq balaca-balaca. Sonra onu qaynadırıq, o sarı rəngi alınandan sonra sarı rəngin içinə qatırıq tut yarpağı. Bir də şaftalı yarpağı. Ən çox bunu payız başlayırıq eləməyə ki, qutaraq. Yaşılı da ondan alırıq. Sonra var ki, bizim palıdı rəngdə, palıdı rəng deyirik də ona. Biz kariçinində, rus dilində də palıdı rəng deyirik. Onu da soğan qabığından, palıdın qabığından, nə bilim, cözün qabığından, bunlardan da həmin o palıdı rəngimizi alırıq. Belə də bacardığımız rəngləri çöldən nə bilirik ki, nədən alır. Onları götürə bilirik, təbii boyalarımızı təbiətin təbii rənglərindən götürə bilirik. Bəzi xalça toxuyanlar var ki, sapları hazır alırlar, belə deyək, kimyavi maddələrlə. Onlar kimyavi bilirəm, onlar kimyavi maddələrdən alınmış rənglərdir. Yox, o tez. Bizim bu təbii rənglərdən olan xalçalarımıza, bunlar neçə dəfə yumuşuq. Görün, bir rəngi çıxıb bu. Görün, bax, bunları nə qədər paraşoklarla, dərmanlarla bu həyətdə yumuşuq. Göz qabağında da xalçalarımızın rəngləri. Oradan da həqiqətən sizin zəhmətiniz böyükdür. Biz sizə bir daha təşəkkürümüzü bildiririk. Allah sizdən razı olsun, Allah sizə ömür versin, güc qüvvə versin ki, bu sənəti gənc nəslə öyrətməkdə davam eləyəsiniz. Sağ olun, çox sağ olun. Xıram çayının sahilində yerləşən Ağbulaq rayonunun Kosalar kəndi bir çox ziyalı insanlar yetişdirib. Şair Rövşən Budaqlının qeydlərinə əsasən əməkdar elm və texnika xadimi Professor Murtuz Qacarov, dövlət mükafatı laureatı Azərbaycanda iqtisadi kibernetikanın banisi Professor Bədirxan Musayev, filologiya elmləri doktoru Professor Məmməd Qocayev, pedaqoji elmləri doktoru Ziyəddin Orucov, texniki elmləri doktoru Elşad Orucov, elmlər namizədləri Qasım Məmmədov,
Vilayət Qacarov, Mahal Qacarov, Vəli Qacarov, Ramiz Qacarov, Əlixan Qaraqaşov, İsa Musayev, Hüquq elmləri doktoru Vaqif Məmişov, elmlər doktorları Samir Musayev, Sevinç Musayeva, elmlər namizədləri Həmid Həmidov, Elnarə Həmidova, eyni zamanda Simferopolda yaşayan minlərlə insanı ölümün pəncəsindən qurtarıb şəfasına səbəb olan cərrah Hüseyin Səfərov və yüzlərlə ali təhsilli mütəxəssislər yetişdirib Kosalar eli. Əziz tamaşaçılarımız, sonda onu da qeyd etmək istəyirəm ki, hər il avqust ayının 14-ü Vaqif Məmişovun təşkilatçılığı ilə Kosalar kəndinin ad günü qeyd olunur. Borçalının kəndlərindən, eləcə də Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrdən bura qonaqlar gələrək Kosalar kəndinin ad gününü qeyd edirlər. Əziz tamaşaçılarımız, beləcə dəyərlərimiz verilişinin bu sayıda Kosalar kəndində sona yetir. Gələn verilişlərimizdə yenə ellərimizin və kəndlərimizin dəyərləri sədası ilə görüşmək ümidi ilə sizinlə sağollaşırıq. Sağ olun, Allaha əmanət olun.